5 aprel OTK sınağının 9 sinif üçün olan ingilis dilinin izahı. Əgərləri rəsmi də əlimə keçsə izah edib kanala qoyacağım uşaqlar. 56-cıda brave və birinci sualda brave və courageous cəsarətli, 4-də isə calm və peaceful sakit deməkdir. 4-ü götürürük. 2 friendly dostcasına, unhappy isə xoşbəxt olmayan deməkdir. 3-də kind mehriban, quick isə cəld deməkdir. Ona görə cavabımız 1, 4, Y variantıdır. 57-də isə bilirik ki, məsələn, T ilə COVID sayılmayan isimdir. Sayılmayanlar ismin qabağında da article olmaz. Ona görə burada cavabımız B variantı olacaq. 58-ci sualda isə baxırıq. When-dən əvvəl when I entered feilin ikinci formasındadır. İkinci formasındadır və ona görə C gələcək zaman, D gələcək zaman, Y-də are indiki davam edici zaman çıxırıq. Ondan sonra isə bilirik ki, keçmiş zamanla da bitmiş zaman has played uymaz. Ona görə cavabımız B variantı olur. Keçmiş davam edici zaman. Ondan əlavə şahmat oynamaq davam edən bir hərəkətdir. Yəni davam edən olmalıdır. Yəni davam edici zamanda olmalıdır. Bitmiş də ola bilməz. Ona görə cavab B-dir. 59-cu sualda isə traffic, probka, tıxac sayılmayan isimdir. Sayılmayan isimdirsə burada da cavabımız match olacaq. Few, few, many sayılanlarla işlənir. Elotun isə of-u yoxdur. 60-cı sualda isə baxırıq. Burada kinds, of-dan əvvələ baxırıq. Of-dan əvvəl kinds cəmdədirsə, biz burada cəmdə olan variantları götürməliyik. Were ilə are cəmdə işlənir. Will be isə fərq yoxdur. Həm təklərlə işlənir, həm cəmlərlə işlənir. Ona görə cavabımız 2, 4, 5 D variantıdır. 61-ci sualda isə bizdən passive voice istəyir. Hamısı tamamlıqla, a delicious meal ilə başlayıb. Ona görə buradan çıxa biləcəyimiz yoxdur. Amma baxırıq zamana. Cooked, add şəkilçisini görürük. Verb 2-dir. Verb 2-dirsə A variantındakı has been, C variantındakı has cooked, E variantındakı is cooked gedir. Yerdə bizdə B ilə D variantı qalır. Biz bilirik ki, B nə zaman istifadə olunur? Bitmiş zamanlarda istifadə olunur. Amma biz indi keçmiş zamandan danışırıqsa cavabımız B variantıdır uşaqlar. 60-cı sualda isə bizdən antonimlər istəyir. Enjoyed həzz almaqdır. Hate nifrət etmək, love sevmək, admire heyran olmaq, dislike bəyənməmək, appreciate necə deyim, appreciate də belə həzz almağı sinonimidir. Yəni I appreciate you, mən səni takdir edirəm. Yəni yaxşı bir şey yazdığa görə səndən qürur duyuram. Belə tam olaraq qürur duymaq olmasa da bu şəkildə məna verir. Yəni qiymətləndirmək, dəyərləndirmək mənasını verir tam olaraq uşaqlar. Yadıma düşdü mənası. 63-də isə biz bilirik ki, neither or deyə D variantında kimi bir variant yoxdur. Either nor deyə bir variant yoxdur. Either orla, neither da norla işlənər. Amma görürsünüz ki, burada C-də either and-lə, E-də isə either norla işlənib. Amma orla işlənməlidir. D-də isə neither or yazıblar. Neither or yox, neither nor olur. A variantda kimi olur. Amma D variant kimi olmur. Bozla and uşaqlar bilir ki, təsdiqdə işlənir, amma burada isə unfortunately şanssızlıqdan Helen nə fransız, nə də ingilis dilini bilmir. Yəni inkardadır. Ona görə cavabımız nə olmalıdır? A variantı olmalıdır. 64-cü testdə isə deyir the letter come to Mr. Nixon, məktub Mr. Nixona gəlib, məktub Mr. Nixondan gəlib. Yəni başqa birindən Mr. Nixondan gəlib və məktub Mr. Nixon üçün gəlib. From-dan dən, to a, for isə üçündür. Ona görə cavabımız 1, 2, 5 C variantı olur. Onunla ətdə dadə deməkdir, bilirsiniz uşaqlar. On, ət, in, dadə deməkdir. Dadə, yerli yal şəkilsi. 65-ci suala baxırıq. 65-də isə biz bilirik ki, biz bilirik ki, hasn't to deyə bir şey yoxdur. Hasn't deyə ümumiyyətcə bir şey yoxdur. Hasn't, hadn't, haven't. Onların inkarı və sualı do doesn't düzəlir. Ona görə ikinci variantı ən başdan çıxırıq. Artıq buradan başqa sinəyə çıxa bilmirik. Nə edirik uşaqlar? Tərcüməyə baxırıq. Everybody be tolerant towards the customs of other cultures. Deyir ki, hər kəs digər mədəniyyətdən, digər adət-ənənələrdən fərqli olanlara yaxşı yanaşmalıdır, tolerant olmalıdır deyir hər kəs. Yəni bu müsbət bir şeydir.
Should və must 1 və 3-ü götürəcəyik burada cavab olaraq B. Yəni deyir ki, irqçilik cümlənin tam mənası bu olmasa da ideyası budur ki, irqçilik falan eləmək olmaz, tolerant olmaq lazımdır. Cavab 1, 3, B variantıdır. Siz də bilirsiniz ki, Azərbaycan tolerant bir ölkədir. 66-ya baxırıq. 66-da isə global warming is the most important factor that influence the weather. Global warming havaya təsir edən ən önəmli faktordur. Burada cavabımız A olmur, çünki D-si yoxdur. Siz bilirsiniz ki, matchdan əvvəl article istifadə olmalıdır. Cavabın D olması üçün də global warming is an important factor olmalıydı. Və 7 isə müqayisə dərəcəsinin, burada global warming-i müqayisə edəcəyimiz bir amil yoxdur deyə bir söz və yaxud nəsə yoxdur deyə cavabımız olacaq B variantı. 67-ci suala baxırıq. 67-ci sualda isə deyir ki, Nick is always in time for his work. Hər zaman işini vaxtında edir. O necə adamdır? O dəqiq adamdır. Punctual, D variantı dəqiqdir. A istedadlı, B maraqlı, C tənbəl, daha doğrusu E tənbəl, C isə qısqanc mənasını verir. 68-ci suala baxaq. 68-ci sualdan bizdən sinonim, daha doğrusu doğru definition istəyir. Bu səfər definition sualını çox fərqli veriblər uşaqlar. Deməli, succeed başarılı olmaq, başarmaq deməkdir. Display bir şeyi göstərmək deməkdir. Elə to show something to people. İnsanlara nəyisə göstərmək. Scold danlamaq deməkdir. To criticize angrily. Yəni onu pis dərəcəsində danlamaq deməkdir. Elə qabağında da yazıldığı kimi. To trust isə inanmaq deməkdir. Amma qabağında to keep at the same level. Eyni leveldə saxlamaq yazıb. İnanmaqla eyni levelə nə əlaqəsi uşaqlar? Ona görə cavabımız 2-3 olur. 69-cu suala baxırıq. 69-cu sualda deyir. Əziz Filip, mən bir həftədir ki, Vaşinqtonyam. Mən vaxtım deyir ki, bu hər yer əyləncəlidir. Mən hər saatımı maraqlı keçirirəm. Müzeylər möhtəşəmdir. Mən Milli Qaleriyaya getdim, National Qaleriyaya getdim. O fantastik idi, amma bura çox istidir. Deyir ki, bu məktubun mənası nədir? Bu məktubun mənası D variantı. To inform about spending time in Washington. Washingtonda keçirdiyi vaxtı anladır. A variantı məlumat soruşmaq, D variantı National Qaleriyaya getməyi təklif etmək, C variantı bilə Vaşinqtonu ziyarət etməyini demək, E isə fantastik hekayələr paylaşmaq deməkdir. Ona görə ən məntiqlisi də D variantıdır. 70-ci sualda deyir. Due to snowfall, train delays and cancellations are possible. Deyir, pis hava şəraitinə görə, yəni daha doğrusu pis hava şəraiti yox, qarlı hava şəraitinə görə qatar gedişləri ləğv oluna bilər və yaxud təxirə salına bilər. Zəhmət olmasa cədvəlinizi, qatarın cədvəlini yoxlayın. Burada isə A variantında deyir ki, növbəti qatar ləğv olunub. B variantında deyir ki, cədvələ gərək yoxdur, cədvəli yoxlamağa gərək yoxdur. C variantında isə deyir ki, bütün qatarlar ləğv olunub. D variantında isə deyir ki, heç bir elə bir pis hava şəraiti yoxdur. Snowfall, heç bir qar yağışı. Snowfall, qar fırtınası, heç bir çoğun yoxdur. E-də isə deyir ki, the train schedule may change. Deyir ki, qatarın cədvəl dəyişə bilər. Cavab da elə uşaqlar E variantıdır. 71-ci suala baxaq. 71-ci sualda deyir ki, I will do my best to win the race. Mən yarışı qazanmaq üçün əlimdən gələni edərəm. D variantında isə deyir ki, uşaqlar, I will do everything I can in order to win the race. Deyir, mən yarışı qazanmağım üçün hər şeyi edərəm. Yəni, əlindən gələni çalışar. Amma A variantında deyir ki, mənim qazanmağım imkansızdır. B variantında deyir ki, yarışı qazanmaq üçün nəsə etmək lazımsızdır, gərəksizdir. C variantında deyir ki, mən yarışda iştirak etməyi rədd edirəm. D variantını tərcümə elədim, doğru cavabdır. E variantında isə deyir ki, mənim yarışı qazanacağa dair şübhələrim var. Mətni oxumayacağım. Mətn təbiətin insanlara
nə bəxş etdiyi, nə istədiyi haqqındadır. Maraqlı mətn idi. 70-ci sualda deyir ki, mətn haqqında nə səhvdir? Forest help people with oxygen. Deyir ki, meşələr insanlara oksigen ilə kömək edir. Uşaqlar mətni oxumasanız belə bunun doğru olduğunu bilirsiniz hər halda. B'də isə deyir ki, human activities can harm the environment. İnsan fəaliyyətləri təbiəti ziyan vura bilir. Bəli. Ondan sonra isə bu dəqiqə bacım mənə seriyosun şəklini göstərir. Bu deyir ki, təbiət, nature is an important source of life. Təbiət insan həyatında önəmli, necə deyim, mənbədir. Bəli, doğrudur. Fresh air is good for our health. Deyir, təzə hava bizim sağlığımız üçün xeyirdir. Uşaqlar, mətni oxumasanız bile bunu bilirsiniz. Cavab E'dir. Deyir ki, nature never cause damage to people. Təbiət heç bir zaman insanlara zərər vurmur. Xeyr uşaqlar, bu yanlışdır. Burada deyir kimi natural disasters, təbii fəlakətlər, such as earthquake, zəlzələ, volcano eruptions, vulkan patlamaları, floods, daşqınlar, uşaqlar bu can also cause serious damage, həmçinin ciddi ziyana vura bilərlər. Ona görə buradakı cavabımız E variantındadır. Burada vura bilməz deyil, amma əslində uşaqlar vura bilər. Yəni 70-ci sualda isə deyir ki, one fully grown tree can produce sufficient oxygen for. Deyir ki, bir böyümüş ağac neçə nəfər üçün oksigen verə bilər? Burada demişdi ki, uşaqlar, elə eyni cümlə burada var idi. Bir dəqiqə qoyun o cümləni tapım. Dəqiqə, nature is the main source of... uşaqlar buradadır. For example, a single fully grown tree can produce enough oxygen for about 10 people. About 10 people. Buradakı 10 insana görə nə edirik? Cavabı götürürük A variantı. 74-cü sualda isə deyir ki, insanlar nəyə görə tətillərini təbii yerlərdə eləməyi seçirlər? Cavabımız da odur ki, because nature has positive effects on health. Çünki təbiətin insan həyatında önəmli, insan həyatında xoşbəxt effekti olur, yaxşı effekti olur. Baxın buradaydı. Deyir ki, that is fresh air and sunlight helps people feel better. Təmiz hava və günəş işığı insanlara özünü yaxşı hiss etdirir. That is why, buna görə də many people choose natural places for rest and relaxation and some families prefer to raise their children in the countryside. Buna görə də insanlar təbii yerləri istirahət, rahatlamaq üçün seçirlər və bəzi ailələr ailə uşaqlarını rayonda böyütməyi seçirlər. Burada isə cavabımız olacaq B. Çünki təbiətin insan sağlığında müsbət rolu var. A variantında deyir ki, çünki ora ucuzdur. C variantında deyir ki, çünki orada çoxlu fabrikalar var. D variantında deyir ki, çünki şəhər insan üçün təhlükəlidir. E variantında isə deyir ki, insanlar gün işığını sevmirlər. 75-ci suala keçək. Mətn haqqındaydı. The influence of nature on human life. İnsan həyatında, təbiətin insan həyatında rolu, ilhamı haqqındaydı. Cavab D variantıdır. A variantında deyir ki, şəhərdə və yaxud kənddə yaşamaq, kənddəki həyat. B variantında deyir ki, bütün təbii element, dünyadakı bütün təbii elementlər. C variantında deyir ki, dünyadakı təbii fəlakətlər. E variantında isə deyir ki, müxtəlif ölkələrdəki meşələrin gözəlliyi. 76-cı sualda bizdən doğru variantımızı istəyir. Polluted air and water are the main cause of environmental degradation. Uşaqlar, bu çətin cümləni heç başa düşməyinizə də ehtiyac yoxdur. Nə edirsiniz? Baxın, eyni cümlə yazıb burada. Bir dəqiqə gözləyin. Baxın, air and water pollution are among the main causes of environmental damage. Hava və su çirklənməsi təbiətin zərər almasında əsas mənbələrdən biridir. Elə ona görə birincini götürürük. Ondan sonra isə baxırıq, bir də üçü götürürük. Nature can not only help people but also cause disasters. Deyir, təbiət yalnızca insanlara kömək etmir, həmçinin fəlakətə səbəb olur. Bəli uşaqlar, bu doğrudur. Məsələn,
təbiət bizə oksigen versə də, təmiz hava ilə, günəş işığı ilə təmin etsə də, amma eyni zamanda zəlzələ də ondan gəlir, vulkan püskürməyi də, sel də, daşqın da. Bilirsiniz, bu yaxınlarda Bakı nə gündə idi yağışdan. Hamısı oydu uşaqlar. İkincidə isə deyir ki, by using natural resources in industry, people improve their original form and beauty. Deyir, insanlar öz gözəlliklərini və orijinal formlarını qorumaq üçün deməli, qoruyurlar. Təbii resursları sənayedə istifadə etməklə. Bu da yanlış variant uşaqlar. Cavabımız 1-3 olur. Listeningin uşaqlar bütün cavabları düzdür. Baxa bilərsiniz. Nəsə sualınız olsa yorumlarda cavablandıracağım.